futbolçular özlərini çox yaxşı göstərməyə bacarıblar. Tentaram compreender aquilo que é preciso fazer, o que é que temos que fazer no jogo. Dərk elədilər, dərk eləyirlər ki, mənim onlardan tələblərim nədir, oyunda onlardan nə tələb eləyəcəm. Estes dias agora já com jogadores que vieram da final da taça, do Qarabağ e de Xabá também, as coisas continuaram no mesmo ritmo. Əlbəttə ki, milli komanda biraz bildiyiniz qədər daha tez başlayıb təlim məşqləşməsinə. Yəni bəzi oyunçular kubokun finalından sonra qoşulublar. Onlar da yəni eyni ritmdə davam ediblər bu günə qədər. Como dizia o Mamudov, acho que vimos coisas interessantes, coisas melhores e acho que a equipa está concentrada para amanhã fazer um bom jogo. Emin Mahmudov vurğuladığı kimi komanda yaxşı hazırlaşır və tamamilə bütövlükdə köklənmişik sabahki oyuna. Sabemos que vai ser um jogo difícil, naturalmente. Əlbəttə ki, bilirik, çətin oyun olacaq, bu aşkardır. Duas equipas vão procurar ganhar. Hər iki komanda çalışacaq qələbə qazansın. A equipa da Letónia é uma equipa também com alguns jogadores de qualidade, bem organizada. Latviya milli komandası da çox yaxşı, keyfiyyətli oyunçulardan ibarət bir milli komandadır. Procurei transmitir aos jogadores aquilo que vim da equipa da Letónia, aquilo que eles, como é que defendem, como é que atacam. Bu günlər ərzində yetirmələrimə komandaya, oyunçulara, yəni tapşırıqları da vermişəm. Latviya haqqında kifayət qədər məlumat da vermişik. Necə müdafiə onlar, necə hücum edirlər. Os jogadores já receberam essa informação toda e agora pronto é preparar para amanhã. Artıq düşünürəm ki, yəni bu oyuna kifayət qədər məlumat verilib oyunçulara. Bir dənə qalır sabahki oyuna, yəni bu gün son məşqini də eləyib sabahki oyuna hazırlaşır. Dar o nosso melhor em campo.